Doktor, vitamin əskikliyi uşaqlarda əqli inkişaf problemləri yarada bilərmi? Yəni mən uşağıma balıq yağı, vitaminlər verməklə onun əqlinin inkişafına kömək edə bilərəmmi? Əlbəttə ki, yox, əziz valideynlər. Əqli inkişafın ləngiməsi çox ciddi bir diaqnozdur və əgər uşağın əqli inkişafında geriləmə varsa, bu vitamin və balıq yağları ilə düzələn bir problem deyil. Amma əlbəttə ki, məktəbə gedən, oxuyan uşaqlarda vitamin, dəmir əskikliyi, omega yağ turşularının əskikliyi, diqqətin azalması, yaddaşın nisbətən zəif olması kimi problemlər yarada bilər və bu yaş qrupunda uşaqlara onların verilməsi məsləhətdir. Amma sırf balıq yağı, vitaminlərlə əqli inkişafı gücləndirmək mümkün deyil. Birincisi, əqli inkişafını təmin etmək üçün, artırmaq üçün müəyyən bir yaş hüdudları var. Yəni istənilən yaşda gəlib əqli inkişafının gücləndirmək üçün hər hansı bir müalicələr təsirli olmur. Uşağın beyninin inkişafının ən güclü dövrü 3-5 yaşına kimi olan dövrdür. Bu yaşa kimi apardığımız çox, belə deyək də, güclü, korreksiya edici, inkişaf etdirici müəyyən dərman vasitələri, təlimlər və aparat terapiyaları kömək eləyir ki, biz uşaqların əqli inkişafında, qavramasında, nitqində, davranışında ciddi inkişaf əldə eləyək. Amma müəyyən yaşdan sonra uşağın beynində sinaptik əlaqələrin artması zəifləyir, tormozlanır, inkişafı dayanır. Odur ki, müəyyən mərhələdən sonra hətta ən güclü dərmanlarla belə, aparatlarla da belə əqli inkişafda çox ciddi irəliləyişlər əldə etmək olmur. Odur ki, uşağın yaşına diqqət eləyin, problemləri vaxtında təyin eləyin və çox erkən gəlin. Erkən müraciətin, erkən təyinin əsas üstünlükləri odur ki, biz uşaqda çox ciddi irəliləyişlər əldə edə bilirik. Dediyim kimi 5-6 yaşdan sonra isə çox təəssüf ki, ciddi bir irəliləyişlər əldə etmək mümkün olmur.